Bağlanış mərasimində Naxçıvan Regional Debat Mərkəzinin təlimçi, hakimiyyətinin sədri Cəsur Allahverdiyev çıxış edərək debatın əhəmiyyətindən danışıb, layihənin gənc nəsil nümayəndələri arasında araşdırma, inandırma, təqdim etmə bacarıqlarından, o cümlədən məntiqi təfəkkürün inkişafındakı rolundan bəhs edərək təşkilati dəstəyə görə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, çempionat çərçivəsində 218 məktəblinin iştirakı ilə təlimlər keçirilib. Noyabr ayının sonlarından etibarən isə məktəb daxili turnirlər, şəhər mərhələsi, qrup və play-off mərhələləri təşkil olunub. Tədbirdə söz gedən çempionatın icmal videosu izlənilib. Sonra isə qalib və fərqlənən iştirakçılar Təhsil naziri Elxan Nəcəfov, Gənclər və İdman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov tərəfindən mükafatlandırılıblar. Nəticələrə əsasən Naxçıvan Qızlar Liseyinin komandası qalib olub. Naxçıvan şəhər 17 və 2 nömrəli məktəblərin komandaları yarışı müvafiq olaraq 2-ci, 3-cü yerlərdə tamamlayıblar. 3-cü yerə layiq görüldü. Bu bizim üçün çox sevindirici bir hadisədir. Debat bizə dünya görüşümüzü və biliyimizi daha da genişləndirmemiz üçün böyük bir amillərdən biridir. Yəni debat çox möhtəşəmdir və digər şagirdlərin də iştirak etməsini tövsiyə edirəm. Bu debatda biz 3-cü yerə layiq görüldük. Bütün debata təşəkkür edirik. Debatla həqiqətən itirilən heç nə olmur, daha çox qazanılanlar olur. Birinci dəfə idi qatılırdım bu debat yarışına və çox xoşbəxtəm ki, yaxşı qatılmışam. Bu debat mənə həm komanda oyunu ilə oynamağı, həm komanda yoldaşlarına dəyər göstərməyi, həm də iki dəyərli təlimçi verdi. Komanda oyunumuzu göstərərək və eyni zamanda çox səylə çalışaraq, birlikdə komanda şəklində yarışaraq göstərdik bir daha da. Çox sevindirici haldır ki, bu şəhər məktəbləri daxilində birinciliyi əldə eləmişik. Bu həm bizim üçün, həm məktəbimiz üçün çox sevindirici haldır və biz həm bizə dəstək olan məktəbimizi, həm debatda bizə dəstək olan təlimçilərimizi, məşqçilərimizi və bir şəkildə irəlilədiyimiz üçün bütün komanda yoldaşlarımı da özümdə təbrik edirəm və bizi dəstəkləyənlərə də təşəkkürümüzü bildiririk. Əli Məmmədov, Emin Babayev, NTV Xəbər.